Niyə görə bizə bu qədər? Amma bundan bir qədər öncə, bax, getdiniz Bərdəyə. Getdiniz Gəncəyə. Orada mənim dostlarım var, mənə xəbər göndəriblər ki, çox yaxşı bir qəbullar həyata keçirilib. Xeyli sayda insan gəlibdir, müraciət edibdir. Daha çox insanlarımız nədən müraciət etdilər, nədən əziyyət çəkirdilər? Biz səfərlərdən danışaq, keçək mövzusuz. Bax, elə bugünkü mövzunu da ona görə seçdim ki, bugün yay fəsli olduğu üçün enteritlər daha çoxdur, kolitlər, mədə, bağırsaq pozuntuları, mədə, bağırsaq xəstəlikləri bugün daha çoxdur, həmçinin də qaraciyər, öd xəstəlikləri. Qaraciyərin funksiyası orqanizm üçün çox önəmlidir və istər bütün bölgələrə getdiyimiz zaman ən çox insanların müraciəsi məhz həzm prosesindən olur şikayətləri. Çox insanlarda bugün qəbizlik mövcuddur, həddindən artıq köp, gəyirmə, axşam yatan zaman həddindən artıq həzmsizlikdən əziyyət çəkirlər. Nəinki böyüklərdə, hətta indi kiçik yaşlı uşaqlarda belə bugün qəbizlik çox yaygındır. Məlahət xanım, yiyəcəm problem başlanır. Burada qaraciyərin funksiyasını pozan əsas 4 amil var ki, mən bunları da sadalamaq istərdim. Birinci növbədə düzgün olmayan qida rasionu, həyat tərzimiz, bunlar çox önəmlidir və bu bizim sağlamlığımız üçün çox önəmlidir. Ondan sonra medikamentoz müalicələr qaraciyər xəstəliklərində, qaraciyər problemlərində, qaraciyər yüklənməsində çox qlobaldır. Çünki insanlar bugün alışqandır, bütün başım ağrıdı, dərman içim, təzyiqim ol. Təbii ki, bunlar içilməlidir, amma yerli yersiz içilən dərmanlar təbii ki, qaraciyər yüklənməsinə gətirib çıxardır. Alkollü içkilər, narkotik istifadəçilər, pis vərdişlər, bunlar özü də təbii ki, qaraciyər üçün çox təhlükəli və ən çox da məsələn kişilərdə bu çox yaygındır. Qaraciyər problemi. Qadınlarda məsələn xroniki xoletsistitdir, öddür. Bunlar daha çox yaygındır. Bir də ən çox rast gəldiyimiz viruslar, bakteriyalar, parazitlərdir. Əsas bu 4 amil qaraciyərə daha çox zərər verir və təsir edir və həzm sistemi orqanları bir-biri ilə çox sıx əlaqəli olduğu üçün təbii ki, qaraciyərə öz təsirini göstərir. Qaraciyər bizim orqanizmamıza laborator funksiyası daşıyır və orqanizmə düşən zərərli maddələrin zərərsizləşməsində birbaşa rolu var. Bununla yanaşı, həmçinin də biz bilirik ki, ödün funksiyası qaraciyərdən çox asılıdır. Əgər qaraciyər yüklənirsə, qaraciyərdə problemlər başlayırsa, ödün funksiyasında da pozulma başlayır. Mədə altı vəzdə də öd qalığının olması və mədə, həzm sistemində və bağırsaqlarda sorulma prosesinin ləngiməsi, məhz bunlar bir-birinə bağlıdır. Necə burun, boğaz, hamısı yuxarı tənəffüs yolları bir-biri ilə əlaqəli olduğu üçün qaraciyər, öd, mədə, bağırsaq, mədə altı vəz, bunlar hamısı bir-biri ilə çox əlaqəli. Üzr istəyirəm, Nərgiz Tibb Mərkəzindən görüntü gördüm. O fototerapiyadır, saç üçün. Çox, mən də gördüm. Mən ona görə toxunmaq istədim, maraqlı gəldi mənə. Bir də o hissəyə dönək. Mənə çox maraqlıdır. Saçı stimulyasiya etmək üçün bəzi xəstələrdə onu biz istifadə edirik. Mən onu Koreyada olan zaman orada kursunda da oldum, çox bəyəndim və o cihazı Bakıya gətirdim. Yəni onun faydasını görürük deyə. Çox faydası var və saç dibində olan sızanaqlar, kəpəklərdə də çox effektiv təsiri var və həm də tük dibini, saç diblərini stimulyasiya edir. Bu fototerapiyadır. Yəni elə çox rahat bir prosedurdur və çox da gözəl effekti var. Yəni pasiyent sadəcə əyləşir, aparat öz işini görür orada? Bəli, orada bəli. Sadəcə oturur və o fototerapiyanı alır. Aydındır və faydası da var. Aydındır. Bu mövzuları sonra qaraciyərin funksiyası mənə həmişə ən çox sevdiyim mövzudur. Müdafiəm də məhz qaraciyər və öd xəstəlikləri olur. Danışım, görürəm ki, siz ən çox qaraciyər. Bəli. Ona görə ki, bax, bu günləri təbiətin ən gözəl vaxtıdır. Mən hər dəfə bizim müalicələrdən danışdıqda, mən onu demək istəyirəm ki, qaraciyər içdiyimiz bütün medikamentoz müalicələrin qaraciyərdə öz mənfi təsiri var ki, buna görə də qaraciyərin təmizlənməsi, detoks olması, ödün yuyulma prosedurunun olması çox önəmlidir. Çünki biz göstəririk illərlə
dəfələrlə deyirik ki, ödün yuyulma proseduru, ödün yuyulma proseduru. Bu prosedur bəzən məcazi mənada biz bunu ödün yuyulması deyirik. Necə mədənin yuyulması, necə burun boğazın yuyulması, həmçinin də öd kisəsinin yuyulması. Sovetlər dönəmində illər öncə bu prosedur zontlama üsulu ilə aparılırdı. Öddən möhtəviyyat götürülürdü. Bəzən orada ləmbiləların aşkarlanması da müşahidə olunurdu. Aporsiyasından aparılan o analizlərdə bunlar müşahidə olunurdu. Amma bizim klinikamızda bu prosedur zontsuz üsulla aparılır. Ay nə gözəl, zontdan qorxanlar var. Bəli, zontsuz üsulla aparılır və bu üsulla çox gözəl bu proseduru apara bilirik ki, orada ödün yuyulmasında qaraciyər təmizlənməsi müşahidə olunur. Mədə altı vəzdə qalan öd qalığı təmizlənir. Həmçinin də öd möhtəviyyatı öddən xarici olur və bağırsaqlarda olan bağırsaq daşları, bağırsaq xovlarında olan nəcis kütlələri tam orqanizmdən xarici olur. Yuyulması tamamilə təmizlənməsi mi deməkdir? Bəli, həmçinin də sonra gördüyünüz kimi, bax, ekranda da görünür, bizdə Almaniyanın istehsalı olan kolonoterapiya da var və yuyulmadan sonra bu endoskopiya aparatıdır. Bundan öncəki aparatda mən deyirəm və biz hətta endoskopik müayinə zamanı o parazitləri biz görmüşük. Vədədə olan həmin o qurtları, parazitləri bəli görürük. Əslində insan düşünür ki, ancaq bağırsaqda, amma siz deyirsiniz qaraciyərdə, mədədə. Göz dibində belə, ürəkdə belə, beyində belə parazitin olması mümkündür. Onun üçün əlverişli şərait harada yaransa, orada məskunlaşa bilir. Və qaraciyərin funksiyası, mən həmişə ona görə vurğulayam ki, allergik həssaslığı olan insanlarda, yaşlı nəsildə ən çox gecə tutma şəkilli qaşınmaların olması, məhz öd yolları, öd axarının normal fəaliyyətinin olmamasından yaranır ki, gecə sinir uclarını qıcıqlandırır və həmin demək olar ki, öd kisəsinin funksiyası pozulan zaman o qaşınmalar arta bilir. Qaraciyərin funksiyası pozulan zaman. Qəbizlik çox bugün yaygın bir problemdir və ilk öncə köpdən danışmaq istərdim. Köp olan insanlarda diafragma sıxılır. Diafragma sıxılan zaman taxikardiya verir və bu insanlarda təzyiqin yüksəlməsi müşahidə olunur. Bəzən onlar fikirləşir ki, ürəyimdə narahatçılıq var, mənim təzyiqim görəsən nə ilə əlaqəlidir. Amma bəzən insanlar onu nəzərə almır ki, qaraciyərin funksiyası pozulub, köp çox olduqda bu hallarla xəstələr üzləşə bilir. Çünki gedirlər kardioloqa, deyir ki, səndə heç bir problem yoxdur. Taxikardiya adətən köp zamanı da daha çox olur. Və qəbizlik. Qəbizlik özü də həmçinin həzm prosesi normal olmadıqda daha çox yarana bilir ki, öd kisəsinin funksiyası da burada çox mühüm rol oynayır. Ödün funksiyası, öd ixrac olunan zaman öddə olan o komponentlər, öd turşusu, öd mühtəviyyatında olan o komponentlər bağırsaqlarda sorulma prosesini artırır. Və bunlar olmadıqda lazım olan minerallar, lazım olan vitaminlər belə orqanizmə sorulur. Qaraciyərin funksiyası, biz bilirik ki, qaraciyər bizim vitamin depomuzdur. Qısa da olsa onu vurğulayım ki, bizim klinikamızda aparılan müalicələr sırf təbii üsullarladır. Və gördüyünüz kimi burada mənim ixtiralarım əsasında hazırlanan həmin kapsula və gördüyünüz kimi antitoksin çayıdır ki, bunlar... Kapsula nə üçün istifadə olunur? Kapsula qaraciyər üçündür, qaraciyər öd xəstəlikləri üçündür və tam təbiidir, heç bir kimyavi qatqısı yoxdur. Burada QR kodu da var və tam təsdiq olunmuşdur. Yenə eyni sual verəcəm, çünki bu mənim üçün çox vacibdir. Bunu qaraciyərində heç bir problem yaşamayan insanlar da normal halda istifadə edə bilərmi? Bəli, profilaktik olaraq təbii ki istifadə ala bilər, deyilmi? Bəli, hər kəs... Çayımız? Burada çay da, bəli, qaraciyərin təmizlənməsində çox önəmlidir. Bunlar paralel içilməsi məsləhətdir. Çünki orada daha çox öd yolları, öd axarının təmizlənməsində, öd sekresiyasının artmasında çox önəmlidir. Və həzm prosesində yenə də təbii ki, burada gördüyümüz ki, bugün komfortu qoymayıblar, komfortuyamız qalır. O qəbizlikdə çox effektivdir və bu qastramin və qastraprotektor. Bunlar hər ikisi də həzm sistemi orqanlarında, mədə bağırsaqda çox önəmli və istifadə etdiyimiz bir məhsullardır. Çünki
Baxın, illərdir biz fitoterapiyanı geniş məsələn istifadə edirik və Azərbaycanın o qədər zəngin florası var ki, və bizim o dərman bitkilərindən hazırlanmışdır. Mən heç vaxt başqa ölkənin dərman bitkilərini tövsiyə edib bəhbəhlə tərifləməmişəm. Ay bu Çin təbabətidir, bu Tibet təbabəti, mən bunları sevmirəm. Çünki bizim orqanizmamız bugün bizim təbiətimizə kodlaşıb. Bizim kodlaşmamış Azərbaycan təbiətidir. Və bizim dəyərli dərman bitkilərimiz bizim üçün çox önəmlidir və orqanizmamız onu daha yaxından tanıyır və daha tez qəbul edir. Amma bunu da gərək nəyə biləsən. Məsələn, yol kənarında bölgələrdən gələndə görürsən, min bir dərdin dərmanı otlar var. Yox, o düzgün istifadə olunmadıqda, düzgün yığılmadıqda, onların kökü, gövdəsi, çiçəkləri, bunlar fərqlidirlər. Yəni, bugün istifadə olunan dərman bitkilərinin düzgün istehsalı, düzgün istifadəsi üçün biz, məsələn, bugün bizim ölkəmizdə də bu şeyə çox diqqət yetirilir. Və mən bunu həmişə vurğulayıram ki, bizim öz təbiətimizin dərman bitkiləri çox önəmlidir. Mən bütün ölkələrə gedəndə öz məhsullarımızı və öz deyərdim ki, öz preparatlarımı həmişə təbliğ etmişəm. Məsələn, Sibirdən gələn dərman bitkiləri, onlar bizimki qədər bol günəş görməyib. O bitkilərin tərkibi bizimki qədər zəngin ola bilməz. İstər Çin təbabəti olsun ki, hər bölgənin özünə uyğun, öz orqanizminə uyğun mühiti, şəraiti var. Amma qaraciyərin funksiyasına gəldikdə isə, qaraciyər təbii vasitələri daha çox sevir. Çünki içdiyimiz heç bir sintetik preparat, vitaminlər qaraciyərdə depo olmur. Qaraciyərdə depo olan tam təbii vasitələrdir. Mən demirəm içməyin, vitaminləri içə bilərsiniz. İnsanın orqanizminin gündəlik kalorajı var. Vitamin almaq üçün biz Sovetlər dönəmində həmişə kaloraj hesablayırdıq ki, orqanizm gündəlik nə qədər vitamin almalıdır. Və bu vitaminlər gündəlik bizim həyat rejimimizdə, qida rasionumuzda olan bizim qidalarımızdır ki, biz bunları gündəlik almalıyıq. Yadınıza gəlirsə, Sovetlər dönəmini mən niyə vurğulayıram? Çünki biz o dönəmi yaşamışıq və bugün insanlar bunları daha çox riayət eləmir və daha çox fast food, keyfiyyətsiz qidalara üstünü. Keyfiyyətsiz qida qaraciyərə heç nə verməyəcək. Qaraciyər vitamin deposu olduğu üçün keyfiyyətli qidanı daha çox sevir. Amma nə dəyişirsə dəyişsin, bizim insanlar həqiqətən də təbii otları, təbii üsullarla hazırlanan fitoterapevtik daha çox inanırlar, daha çox etibar edirlər. Siz deyirsiniz ki, məsələn, mən xaricə aparam, Tibetdə günəş gün və s. Biz filmlərimizdən görmüşük, Parijdən durub, Parisdən gəlib bizim Qarabağımızın o cür zəngin florası ilə məşğul olanlar, axtaranlar, soruşanlar. Yəni bu əbəs yerə deyil, həqiqətən zəngindir bizim flora. O zaman niyə bilməyək, niyə tanımayaq, niyə məhsulları ona görə mən həmişə verilişlərdə qısa da olsa bu haqda məlumatlandırmağa çalışıram. Çünki mən Fitoterapevtlər İctimai Birliyinin də sədriyəm və illər öncə 6 ildən çoxdur ki, biz bu İctimai Birliyi yaratmışıq və bütün ölkələrdə də bunu təbliğ eləyirik. Və qaraciyərin funksiyasında qəbizliyin rolu çox böyükdür. Məsələn, bağırsaqlarda sorulma prosesindən danışırıqsa, əgər bizim keyfiyyətsiz yediyimiz qidalar bizə heç bir depo vermirsə, bağırsaqlarda sorulma prosesi normal deyilsə, orqanizmdə immun sistemin zəifləməsində belə mühüm rolu var. Əgər bugün biz zəngin qida ilə qidalanmırıqsa, keyfiyyətli qidadan istifadə etmiriksə, qaraciyərdə biz o problemi yaratmağa başlayırıq. Çünki yenə də deyirəm, bugün çox dəbdədir dərmanları içmək. Vitamin D, kalsi, dəmir, çox insanlar buna alüdə olublar. Amma gəlirlər 2-3 ay keçir, sonra baxırlar ki, yenə də vitamin D yoxdur, kalsi yoxdur, dəmir yoxdur. Niyə? Çünki sintetik olduğu üçün qaraciyər onu depo eləmir. Bayaqları gözəl qarışım hazırladıq. Burada, məsələn, bu vitaminlə zəngin. Bu qarışım bizə nə verdi? İçdiyiniz o vitaminlərlə yanaşı bunu eləməlisiniz. Bunları hazırlayıb içdikdə
qaraciyər onu depo eləyir və ən azından az da olsa baza möhkəmlənmiş olur. Və uşaqlarda ən çox bugün ən çox yaygın olan Vodkin xəstəliyidir. Xroniki hepatitlər çoxdur. Amma bəli, qış aylarında soyuq dəymədən sonra 6 aydan çox davam edən viruslar, bakteriyalardan sonra gəlirlər, məsələn 12-13 yaşında uşaqda belə bugün pi distrofiyası var, qaraciyərdə piylənmə var, birinci düzgün olmayan qida rasionu, oturaq həyat tərzi, bunların hər biri qaraciyərə öz təsirini göstərir. Bugün xroniki hepatitlərdən qısa da olsa demək istəyirəm ki, məsələn, Vodkin xəstəliyindən keçirən xəstələr, sarılıq xəstəliyi keçirənlər, onlar deyir ki, uşaq vaxtı keçirdim, getdi. Bildiyimiz kimi qaraciyər lal orqandır, heç bir narahatçılıq vermir. Amma qaraciyərin funksiyası illər getdikcə pozulur və o xroniki hepatitdən əziyyət çəkən insanlar sonunda daha ağır fəsadlarla üzləşə bilərlər. Məlaik xanım, o zaman sizə bir sual verim ki, bu sualın cavabı özümü də maraqlandırır. Sonra izləyicilərin qaynar xəttə xeyli sayda sualları var, onları sizə yönləndirəcəm. Mən özüm uşaq vaxtda sarılıq keçirmişəm. Keçən dəfə buna toxundum, ümidlə yaşadı, amma sizin də fikrinizi almaq istəyirəm. Və illər öncə bu elə söz vaxtına çəkər, məhərrəmlik vaxtı, Aşura günündə Qafqaz Müsəlmanları İdarəsi dedi ki, nə gözəl, gedin qan verin. Yəni, özünüzə xətər yetirməkdənsə qan verin. Çox gözəl. Mən də dərhal getdim qan verməyə və suallardan biri sarılıq keçirmişsinizmi uşaq vaxtı? Bəli deyəndə sizdən qan götürə bilmərik dedilər. Bu əslində məni o vaxtı çox narahat etdi. Demək ki, körpəlikdə keçirdiyim bir xəstəlik ömür boyu mənimlə yol gedir və mənim qanımı almadılar, istifadəyə yararsız hesab etdilər. Çünki mən sarılıq keçirmişəm. Sarılıq keçirən birisi illər sonra, əgər bunu özü ilə daşıyırsa, nələrisə diqqət etməlidirmi? Özüm üçün soruşuram. Yəni, bu mənə vacibdir. Baxın, belə xəstələr istər kiçik yaşlarından, istər böyüyən zaman ildə 2 dəfə ən azı müalicə almalıdır. Qaraciyər qoruyuculardan istifadə etməlidir və dediyimiz kimi vitaminlə zəngin, doğru düzgün qida rasionuna diqqət yetirilməlidir. Biz o demək deyil ki, biz bu saat keçirdik, bu xəstəlik getdi. O illər keçdikcə bəzən baxırsınız ki, qaraciyərdə kalsinatlar var, fibrozlaşma başlayır. Qaraciyəri yaralı hesab edirik də ömür boyu artıq, deyil mi? Amma hərəkət çox önəmlidir. Qaraciyərin pi infiltrasiyasını, bu günləri pi distrofiyası tam müalicə olunmur. Bugün onu Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqləyir ki, qaraciyər üçün olan dərmanlar yetərli deyil. Dünyada yetərli deyil. Təbii vasitələrlə özümüzü qoruduğumuz və etdiyimiz müalicələr, içdiyimiz o medikamentoz müalicələrdən qat-qat üstünlük təşkil edir. Burada qida rasionu, gəzintilər, həyat tərzi çox önəmlidir. Və bizim o ödün yuyulma proseduru dediyimizdə o detoks rolunu oynayır ki, bütün orqanizmdə olan toksik maddələri orqanizmdən xaric etmək üçün ki, zəhərlənmə baş verməsin. Mən bir daha deyirəm, 051-388-70-70 Məlaik xanımın əlaqə nömrələridir, yəni Nərgiz klinikası olaraq. Siz orada zəng edə bilərsiniz və 27-si Qubaya gələcəklər. Komanda olaraq ödündən, qaraciyərindən, parazitar xəstəliklərindən, saç tökülmələrindən əziyyət çəkən hər kəs, təkcə mən indi Quba deyirəm, amma bütün şimala müraciət edirəm. Qusarıdır, Xaçmazıdır, müraciət edə bilərsiniz. Qubada olacaq 27-si tarixində. Tamaşaçı suallarına da zamanımız azdır, qısa da olsa cavab verək. Qızım keçən ay ciddi pəhriz saxladı, tez də arıqladı. Daha sonra ödündən sancı tutdu. Bilmək istəyirəm ki, sürətli arıqlamaq ödə ziyan vurarmı? Təbii ki, vurur. Öd ac qaldığı zaman ödün yığılma, açılma problemi yaranır və öd ifraz olunmur. O ac qaldığı zaman təbii ki, qaraciyərdə də yüklənmə olur, lazım olan qidalar, vitaminlərlə zəngin qidalanmalıdır ki, qaraciyər öz funksiyasını yerinə yetirə bilsin. Aclıq diyeta o demək deyil ki, siz tamamilə ac qalasınız və onunla arıqlama prosedurunu aparır. Arıqlama proseduru üçün xüsusi reseptlərimiz var. Sağlam qida ilə də normal arıqlaya bilərsiniz. Şəkildə malik ola bilərsiniz. Digər sual, qaraciyərimdə 11 milim kista var. Təbii yolla nə edə bilərəm ki, kista kiçilsin? Kistalar adətən kiçilməyə meyilli olunur. İstər qaraciyərdə, istər böyrəkdə, istər... Bunlar, məsələn, iltihaplaşmış
formada olur. Bəzən kalsinatlar olur, kistalar olur ki, sulu kistalar olur. Bəzən görürsünüz ki, get-gedə orada mühtəviyyatın qatılaşması müşahidə olunur. Kistalar fərqli olur. Amma qaraciyərdə olan kistalar o qədər də zərərli və qorxulu olmur. Uzun müddət insanlar o kista ilə ömür boyu yaşaya bilirlər. Ardında nə gözəl, mənə elə gəlir ki, bundan yaxşı cavab sizə verilə bilməz də, qorxulu deyil. Doğru olanı deyirəm. Aha. Son sual. Hər il öz başına gedib aptekdən qaraciyər təmizləyən dərmanlar alıb içirəm. Bunun bir ziyanı var, yoxsa xeyri var deyə soruşuram. Mən bilmirəm nə içirsiniz. Amma içirsinizsə çox gözəl, diqqət eləyirsinizsə, amma onu həkimlə məsləhətləşib eləməyiniz daha uyğun olar. Aydındır. Mən sizə təşəkkür eləyirəm. Zaman bitdi. Düşünürəm ki, insanlar qaraciyərini onsuz da sevirlər, amma sizin bu danışıqlardan sonra anlayırlar ki, biz qaraciyəri birmənalı olaraq qorumalıyıq, nə yolla olursa olsun. Bunun üçün Nərgiz klinikasında yuyulması, qaraciyərin ödün təmizlənməsi üçün belə bütün müasir avadanlıqlar və ən əsas da illərini buna vermiş həkim heyəti sizin yolunuzu gözləyir. Bir daha demək istəyirəm ki, siz təbii yolla hazırlanmış dərmanlar alsanız daha yaxşıdır. Bunu mən özüm də seçim etsəm təbii yolla hazırlanmış dərmanı, tam təbii tərkibli dərman seçəcəm. Təbii ki, Fitoterapeutlər Birliyinin sədri olaraq Məlay xanım otların dilini çox yaxşı bilir, nəyin nəyə faydası olduğunu çox yaxşı bilir və xüsusi çaylar var, xüsusi dediyi kimi kapsulalar var, kaplilər var, gedə bilərsiniz, damcılar yəni elə Nərgiz klinikasından da əldə edə bilərsiniz. Bir daha xatırladıram ki, klinika komandolara 27-si Qubada olacaqlar və pasiyent qəbulu həyata keçirəcəklər. Təşəkkür edirəm sizə.